Salam dostlar, mən sizin yeni YouTube videoma xoş gəldiniz. Bugün sizlərlə birlikdə başlıqdan da gördüyünüz üzrə nə seçirik? Bugün dərs çalışma vlog part 3. Dostlar 4-5 gün əvvəl seçdim dərs çalışma vloqa. Tamına 995 baxış, 42 like və 38 yorum gəlmişdi. Hər birinizə dərs izləyirləriniz üçün təşəkkür edirəm dostlar. Əgər edit gəlməz, bir çox takipçim dedi ki, editlərimi eləyənləri, yəni belə nətər başa salım sizə, nətər deyim, bir çox takipçim dedi ki, editlərimi eləyənləri izlədim, videosu çək, amma mən bunu çəkə bilməyəcəm, çünki siz mənə edit eləmirsiniz. Siz mənə edit elərsiniz, mən çəkəm. Cəmi 4-5 nəfər edit edir. Ona görə editlərimi etsəniz, əgər ki, editimi etin ki, əgər siz mənim editimi edib, bu videonun altına mən sənin editimi etdim yazın, etiketdə də Hüseyin Ataşov Hüseynə aid edit yazın və sizin kanalınıza girib o videoya baxacam, edit etdiyiniz videoya baxacam və sizin kanalınızın adını da verə bilərəm. Hər ehtimala qarşı videomuza çəkmənizdən və kanalıma abunə olub katmağı unutmayın. Bildirişlərdə asılsınız, çox böyük təsəvvür olsun. Həsə çox satmadan keçək. Dostlar, mən Azərbaycan dili və riyaziyyat dərsimi qalıb təkcə. Ona görə sizlərlə birlikdə bu dərsi necə işləyəcəyimi paylaşmaq istədim. Nə sizə? Alın sizə Azərbaycan dili. Bu arada iş dəftərindən də işləyəcəm. İlk öncə bu. Bəşə deyirəm, ilk öncə iş dəftəri eləyər. Çünki iş dəftərini buradan bir dənə tapışıq verəcəm. Dostlar, onu da geyib iş dəftərimi gətirib gəlirəm. Dostlar, getdim iş dəftərimi gətirdim. Sumka. Məktəb ləvazimatlar videosuna baxmadınsa, linki qoyacağım, gedim, baxın, açıqlamaya linkini qoyacağım. Nəysə, deyəsə mənimə ya 11-ə qədər verib, ya da 11-ə təkcə verib. 15. Bu kalamun. Neyse. Burada 11'e kadar yazılan qırpa tamamlayıblar. Onu da 11 yazdım. Burada deyir ki, bu kalamun. Neyse, çok uzattım. Ay balam, dostlar, dağınıqlığı görsəz arxada ölərsiniz. Neyse, ölməzsiniz, abartmayın ama bura çox dağınıqdır. Dostlar, qələmim hanım buradaymış. Deyəsən, təcə bu qələmun, tık. Bu qələmun verir, neyse. Uyğun, yox, bu deyil. Bu qələmun. Uyğunluğu müəyyən edin. Otmelov, Xryukin, Yeldirin, Jigalov, Proxor. Bunlar nədir? Dostlar, ona görə Azərbaycan dili kitabı olmalı. Həmsə iş dəftəri işləyəndə Azərbaycan kitabı olmalıdır. Dostlar. Otmelov nədir? Xryukin nədir? Yeldirin nədir? Mən nə bilim, ağzına rusca yazıblar. Proxor nədir? Burada onu deməliyəm. Bir polis nəfəri. Proxor. Dostlar, bir dənə gedib bunun izahlı lüğətdən baxıb. Ay düşdü. Neyse, gəl uzaq. Danışa bilmirəm. Neyse, gedib izahlı lüğətdən baxıb. Dostlar, video söndü, yenə bilmədən birləşdirəcəm. Gedib şeyə baxıb gəlirəm, izahlı lüğətə. Dostlar, izahlı lüğətdə yoxmuş Azərbaycan dili kitabı. Burada mətni oxumalıymış. Görək mətndə Utmelov nədir, Xryukin nədir? Mətnimiz bu qələmun. Nəysə, çox uzatdıq. Yancı.
Deyəsən, it general Rigalovundur. Otimelov duruqdur. Yeldirin paltomu çıxarmağa kömək elə. Neyse. Otimelov polis müfəttişi. Dostlar, Otimelov polis deməkdir. Burada polis müfəttişi Otimelov deyir. Polis müfəttişi Otimelov. Neyse. Burada onda birincisini götürək. Otimelov. Dostlar, burada müfəttişi qapqara rəydə verilib. Müfəttiş də Otimelov. İnşallah düz yazaram. Ayda karandaşla niye yazmıram? Birdən səhv çıxdı deyə. Düzəldərəm. Üf. Xryukin. Ha, Xryukin zərgər deməkdir. Onda Xryukinin zərgərdir. 3. Yıldırın. Yıldırın hanı bəs? Dostlar, yıldırım yoxdur burada. Burada yıldırım yoxdur. Otimelov. Deyə Xryukin acıladı. Neyse. Hadi ben çok danışam. Şey yani burada. Yıldırın. Yıldırın ne diye? Doğru ilerledi. Otimelov yolunu dəyişib izdihama doğru ilerledi. Çok gümancı o quduzdur. Nə qaraq quduzdursa. Otimelov Xryukinə dedi. Adı Xryukin kimdir? Yıldırın kimdir? Mən nə bilmə. Dostlar, bu tapşırığın hamısını bilirsinizsə, əgər bu tapşırıqların hamısını bilirsinizsə, yorumlara bilirəm yazın. Kalp atacağım. Ayda. Ay dostlar, mənə birini yıldırım. Bunu boş bırakıram. Jigalov, Proxor qaldı. Onları da boş bırakıram, bilmirəm çünki. Devam edərəm sabah. Bu gələn mətnində hansı suallara cavab yoxdur? Hadisələr hansı şəhərdə baş verir? Hadisələrin burada baş verməsi verilib. Ona görə burada ona ait cavab var. Hə, dükan var. Alver dükan demək. Yəni harda baş verir? Hansı şəhərdə baş verir göstərilib. Ona görə bunun sualı var. Nə üçün Xryukin iti qovurdu? Çünki it. Bunun da cavabı var. Çünki it dəqiqə başı nəsə oğuruyurdu. Ət falan. Ət zad oğuruyurdu. Otimelov nə üçün qərar verə bilmirdi? Nəyə qərar verə bilmirdi? Otimelov nə üçün qərar verə bilmirdi? Yox. Bunun cavabı yoxdur burada. Ona görə bunu yazın. Otimelov qərar verə bilmirdi. General Jigalovun qardaşının adı nədir? Ay valla, mən nə bilim. Jigalovun kimdir? Qardaşına da başlayacağım ha. Jigalovun qardaşı. Jigalov. Ay valla, Jigalov hanı? Başlayacağım Jigalovun qardaşına da Jigalov'a da ya. Proxor. Salam Proxor. Bu it generalındır. Bəli. General Jigalovun qardaşının adı nə idi? General Jigalovun qardaşının adı nə idi? Nə idi dostlar, yorumlara yazın. Məni sevənlər və bu videonu bəyənənlər bunların hamısını bilirəm yazsın. Ayda onu da bilmirəm. Otimelov nə üçün Xryukinə acıqlandı? Otimelov nə üçün Xryukinə acıqlandı? Otimelov nə üçün? Çünki o yalan danışırdı. 200'lü idi. Bu bir mələk yüzü, bu da şeytan yüzü. Neyse. Otimelov nə üçün Xryukinə acıqlandı? Bunun cevabı da var. Acıqlandı. Öncə bir dənə məncə Otimelov nə üçün qərar verə bilmirdi. Bu qələmin mətninə əsasən hadisələrin ardıcılığını müəyyən edin. Cəmaət Xryukinə istehza edirdi. Zərgər Smov itin sahibinin kim olduğunun eşidəndə fikrini. Müfəttiş itin sahibini tapmağı əmr edir.
General aşpazı itin general aşpazı olduğumu bilir. Onda dostlar bura oxuyaq. Polis müfəttişi Otsmelov əynində təzə şinel koltuğunda paket bazar meydanına doğru ilerlerdi. Bir polis nəfəri onun arxasınca gedirdi. Hər yer sükuta qərq olmuşdu. Dükkanın açıq qapıları həsrətlə müştəriyi gözləyirdi. Uzaqdan kimsə çağırdı. Dişlədi yaramaz, lənətə gəlmiş heyvan. Ey uşaqlar, tutun onu, qoymayın. Otsmelov səslərin gəldiyi səmtə baxdı. Zərcar Xuriyuki qışqıra-qışqıra iti qovurdu. Burada birinci ardıcıl nədir dostlar? Otsmelov, polis müfəttişi Otsmelov əlində təzəyindən. Zərrə Otsmelova şikayət edir. Onda burada bir olacaq. Yoxsa bir olmayacaq. General, necəsiz? General. Au. Burada məncə birdir dostlar. Şikayət edir. Unutmayaq, bütün sabit cümlədən irəlilir. Dostlar, burada 1, 2, 3, 4, 5, 6 olaraq gedir. Ona görə A deyirəm mən. İnşallah. Doğru D yoxsa yanlış Y. 1. İt Xuriyukinin barmağını səbəbsiz yerə dişləmişdi. Xeyr. İt Xuriyukinin barmağını səbəbsiz yerə dişləməmişdi. Çünki Xuriyukin acımasız mal gedib itin quyruğundan yapışdı. Quyruq itin də çox canı yandığı üçün yanlış. Yəni it Xuriyukinin boş yerə barmağını dişləmədi. Bu yanlışdır. Otsmelov ədalətli qərar verdi. Görək Otsmelovun necə qərar verib. Deyir ki, Otsmelov, burada nə anlaşılmamazlıq var. İt sənin barmağını necə dişləyə bilər? Dostlar, burada səhv fikir deyil. Çünki it boş yerinə onun barmağını dişləmədi. O quyruğundan dartdı. O da 200'lü daxı Otsmelov səhv qərar verdi. Yəni. Ona görə bu da yanlışdır. Ədalətli qərar vermədi. Mal kimi qərar verdi. Otsmelov. Xuriyukin yalan danışırdı. Xuriyukin yalan deyir. Bəli, Xuriyukin yalan danışırdı. 200'lü Xuriyukin. 200'lü Xuriyukin. Aslında nə? Türkçəyə döndük. Əslində Otsmelov ədalətli qərar verdi. Xuriyukin yalan danışırdı. Xuriyukin görək nə danışırmış Xuriyukin. Otsmelov Xuriyukinə dedi. Burada nəsə anlamamazlıq var. Cəmaatın arasında bir nəfər Xuriyukin yalan deyir. Özü qəsdən itin quyruğunu tapdalıcı əfəncəyəcəm. Dostlar, burada Otsmelov ədalətli qərar verdi. Benim yandı. Yox, yanlış qərar verdi. İkisi də yanlış qərar verdi. Mən nə bilim kim qərar verdi. Xuriyukin yalan danışır. Bəli, Xuriyukin yalan danışırdı. Çünki o bilə-bilə əti oğurlamasın deyə itin quyruğunu tapdalamışdı. İt generalın qardaşının idi. Bəli, doğrudur, tamamilə doğrudur. Otsmelov qərarını tez-tez dəyişdirdi. Otsmelov qərarını bir dəfə dəyişdirdi, yoxsa tez-tez? Yox, tez-tez qərarını dəyişdi. Bəli, bu da düzgündür. Otsmelov gülünc vəziyyətə düşmüşdü. Bəli, düşmüşdü. Çünki o çopçuydu əməlli başlı. Dostlar, iş dəftərimiz bitiyor. Şükür Allah'a deyirəm. Geçiyoruz. Azerbaycan. Dostlar, gelip anamdan soruşum ki, ev tapşırığı hansıydı Azərbaycanın. Dostlar, anam indi birazdan gələcək. Onu görə biraz qarğıdalayalım, değil mi? Gəlirəm. Dostlar, ne yiyeceğiz? Göstərir misin ne yiyeceğimizi? Mısır. Qarğıdalı yeyirik dostlar.
hardan haralara. Ders dedik, yemək oldu. Qarğıdağımızı duzla yiyəcəyik. Duz yoktu. Bir dakika. Dostlar, gördüğünüz gibi burada tuz var. Tuzumuzu böyle tükürüyoruz. Benim video diyanı be. Tamam, başladı. Tuz çok oldu. Qarğıdağın vaxtı bitməsinə rağmen mənim yeyiş şəklim. Gəlirəm. Dostlar, getdim. Qarğıdalı yedik. Dişimdə şey qaldı. Neyse. Burada. Dostlar, bir dakika dişimdən çıxarıb gəldim. Gəldim dostlar. Burada qalsın. Siz mən rahat görün deyə belə koydum. Neyse. Dostlar. Hayır olamaz. Neyse. Burada ilk önceğinde. Oh wow. C'ni verip. Çörek tapşırık. Sabah ne sestim. Sabah 30'u da. 30 olması da olsa. Olsa ya nerede olsun. Birinci ders sonra YouTube. Birinci ders sonra. Tapşırık 3. Bir tane 3'ü verip de öyle. Tapşırık 3. Eğer sual cevap videoma bakmadınızsa gelin bakın hemencik. Neyse dostlar, burada sayfa neçədir? 19. Gəlin bunun hekayəsinin sonluğunu dəyişib yenidən yazın. Bunun əvəzini səndən çıxacam deyə Xryukini acıladım. Burada məncə bir sizlə olar. Məncə Otsmelov Xuryik yalan danışdı deyə ona acı sözlər ilə pislədi. Gəlin yazaq da. Otsmelov. Deməli, Otsmelov. Bu arada eğer ev turun, yani tamamıyla evimizi gösterdiği videosunun gelmesini isterseniz tamamına bu videoya 30 veya 20 like atın. 20 like gelse de seçeceğim. 30 like gelse tamamıyla seçeceğim. Eğer 30 like gelse 2 gün sonra seçeceğim. Eğer 20 like gelse 3 gün sonra seçeceğim. Otsmelov. Ay çok səliqəsiz dedim. Bu ne yazdı? Yazıram ki Otsmelov acıqlı sözlər ilə Xryukini pislədi. Məncə dostlar qəşəng oldu. İndi keçirik söz boğçasındakı sözləri nağaramağa, mənalarını yazmağa. Söz boğçası. Tamam bu videoya 10 like gelse. Yok. Dostlar bu videoya eğer 20 like gelse, editlerim yok. 30 like gelse, editlerimi izledim videosu gelecek ama siz editimi etseniz gelecek. Ve eğer bir dakika dostlar.
tam tamına telefonumuz arkası 1 idi. Getdim dərslərimi yazdım. Bir videondan sonra gəldik. Riyaziyyatı sizə göstərə bilmədim. Özür sən çünki 1 idi artıq. Bir videondan sonra gəldik. Videomu bəyəndiyseniz kanalıma abunə olub like atmağı unutma. Bildirişlərdə asasız mənə çox bir dəstək vermiş olarsınız. Mənə sevirsənsə istədiyiniz çoxlu yorum yazın. Sağ olun, salamat qalın. Sağ olun.